Salam, hər vaxtınız xeyir olsun. Deməli, baxırıq günün informatika suallarından 35-ci suala. Klaster ölçüsü 6 kilobayt olan diskə informasiya həcmləri 14 kilobayt, 26 kilobayt, 31, 9 və 42 kilobayt olan fayllar yazıldı. Fayllar redaktə olunaraq hər birinin informasiya həcmi 2 dəfə azaldıldı. Bundan sonra onların diskdəki ümumi həcmi neçə kilobayt azalmış olur? Gəlin əvvəlcə, hələ redaktə olunmazdan əvvəl bu faylların bu klaster həcminə uyğun diskdə tutduğu yerləri tapaq, toplayaq, ümumi həcmə dedək, daha sonra hər birini 2 dəfə azaldıb növbəti dəfə hesablamamızı həyata keçirək. Bunun üçün hər bir ölçünü ayrı-ayrılıqda yazaq. İndi baxaq hər bir faylın klaster həcminə uyğun diskdə tutduğu yerə. Birinci faylımızla başlayaq. Deməli 14 kilobaytlıq bir faylı 6 kilobaytlıq neçə dənə diskə yığa bilərik? Təxmini 2 tam nə qədərsə düşür böləndə, yəni 3 dənə klasterə yığa bilərik. Bir klasterin tutumu 6 kilobaytdırsa, 3-ünün tutumu nə qədər eləyəcək? 3 dəfə 6 eləyəcək 18 kilobayt. Demək ki, faylın öz ölçüsü 14 kilobayt olmasına baxmayaraq, diskdə 18 kilobayt yer tutur. İndi gəlirəm ikinci faylımıza. 26 kilobaytlıq bir faylı 6 kilobaytlıq klasterlərə biz neçə dəfə yaza bilərik? Bunun üçün 26-nı böləcəyik 6-ya, 4 tam nə qədərsə düşəcək, yəni toplam 5 dəfə yaza bilərik. 5 dənə bizə belə deyək də klaster lazım olacaq. Yəni bir klasterimizin həcmi 6 kilobaytsa, 5-in həcmi nə qədər eləyəcək? 5 dəfə 6 eləyəcək 30 kilobayt. Üçüncü faylımıza gələk. 31 kilobaytlıq bir fayl üçün bizə neçə dənə klaster lazım olacaq 6 kilobaytlıq? 31-i böləcək 6-ya, nəticədə 5 tam nə qədərsə düşəcək. Yəni bizə ümumi 6 klaster lazım olacaq. Bir klasterin tutumu 6-dırsa, 6-sının tutumu eləyəcək 36 kilobayt. Və daha sonra 9 kilobaytlıq diskə gələk. 9 kilobaytlıq fayla gələk, üzr istəyirəm. 9 kilobaytı biz əgər 6 kilobayta bölsək, burada 1 tam nə qədər salınır? Yəni bizə 2 klaster lazım olur. 2 klasterində birinin tutumu 6 kilobaytdırsa, ikisinin tutumu eləyəcək deməli 12 kilobayt. Və daha sonra sonuncuya baxırıq. 42 kilobaytlıq həcmə malik olan bir faylı biz 6 kilobaytlıq klasterə yerləşdirmək üçün bizə tam 7 dənə klaster lazım olacaq və bir klasterin tutumu 6, 7-sinin də tutumu eləyəcək 42 kilobayt. Və daha sonra biz ümumi həcmi tapmaq üçün bu tapdığımız diskdəki həcmləri toplayacaq. Nəticə bizdə eləyəcək 138 kilobayt. İndi isə nə edirik? Bu informasiyaların hər birinin ölçüsünü 2 dəfə azaldırıq və yenidən hesablama aparırıq. Görək ki, onda alacağımız həcm, indi aldığımız həcmdən nə qədər fərqlənir, necə fərqlənir də, yəni belə deyim. İndi bunu bir dənə pozaq buradan. Hətta qəbul eləyək. Bunu pozmayaq. Bir kənara qoyaq, çünki müqayisə zamanı lazım ola bilər. Gəlin, bu da qalsın aşağıda. Aha, bu da qalsın, deyək ki, burada. İndi davam eləyək. Deməli, bunun yarısı bizdə nə qədər eləyəcək? 7 kilobayt eləyəcək. Elə məxrəci də 2 belə formada yazıram da. 26-nın yarısı bizə verəcək 13 kilobaytı. 31-in yarısı bizə verəcək 15,5 kilobaytı. 9-un yarısı bizə verəcək 4,5 kilobaytı. 4,5 kilobayt və son olaraq 42 kilobaytın yarısı isə bizə verəcək 21 kilobayt. İndi artıq bu həcmlərlə davam edirik. Görək indi 7 kilobaytlıq bir fayl üçün bizə neçə dənə klaster lazımdır 6 kilobaytlıq? 7 kilobaytı böləcək 6 kilobaytda. Burada nə qədər qalacaq? 1 tam nə qədərsə. Biz bunu 2 dənə klaster götürəcəyik. Birinin tutumu 6-dırsa, ikisinin tutumu 2 dəfə 6 eləyəcək 12 kilobayt. İndi 13 kilobayt üçün 13 kilobaytı böləndə 6 kilobayta, buradan bizdə nə qalacaq? Deməli, 2 dəfə 6, 12, 2 tam nə qədərsə, yəni ümumi 3 klaster lazım olacaq. Birinin 6-dırsa, 3-ünün 3 dəfə 6 eləyəcək 18 kilobayt. Daha sonra 15,5 kilobaytlıq bir fayl üçün 15,5-i biz əgər bölmək istəsək, deməli, 6 kilobayta, buradan yenə kilobaytlar gedəcək. Nəticə bizdə olacaq 2 tam nə qədərsə, yəni bunda yenə 3 klaster götürəcəyik. Daha sonra yenə burada da 18 kilobaytlıq bir həcm əldə olunacaq. 4,5 kilobayta gəldikdə isə 4,5-i biz 6-ya böləndə bu 0 tam nə qədərsə eləyəcək də. Bu da 0 tam nə qədərsə eləyəcək. Biz bunu bir dənə klaster götürəcəyik. Yəni bir klasterin tutumu nə qədərdir? 6 kilobaytdır. Bunu da götürəcəyik 6 kilobayt və son olaraq 21 kilobayt üçün isə 21 kilobaytı bölsək 6-ya bizdə nə qədər düşəcək? Təxminən düşəcək 6 kilobayta böləndə 3 tam nə qədərsə, 3 dəfə 6, 18, yəni 3 tam nə qədərsə düşəcək. Biz bunu 4 klaster götürəcəyik və birinin həcmi 6-dırsa, 4-ünün həcmi 4 dəfə 6 eləyəcək 24 kilobayt. İndi isə baxın bu həcmlərdən yola çıxaraq hesablayacaq. İndi görək bunların cəmi bizdə nə qədər eləyəcək?
Bu cəm bizə verəcək nəticədə 78 kilobaytdır. Deyir ki, bir o birindən nə qədər azdır? 78 kilobayt 138 kilobaytdan nə qədər az olacaq? 138-dən çıxacam 78-i, nəticə məndə 60 kilobayt alınmış olacaq. Yəni A variantı bu qədər.